Siz dostlar, hoş gördük hər birinizi. Bugün yine ikinci hissə test toplusu ilə yolumuza davam edirik. Mövzumuz Rusiya və Osmanlı 17 və 18-ci əsrlərdə. Kiçik Qaynarca sülh müqaviləsini bağlayan dövlətlər Kiçik Qaynarca 1774-də bağlanıb Rus-Osmanlı arasında. Uyğunluq pozulmuşdu. Reformasiya Almaniya, düzdür. Çəpərləmə İngiltərə, Rekonkista İspaniya, Kongres Amerikadır. Şanlıingad İngiltərədir. Respospolitanın bölünməsində iştirak etmiş dövlət Rusiyanı verib, Prusiyanı verib. Bizdə olacaq cavab Avstriya. C variantı. Aşağıdakı şərtlərin aid olduğu sülh müqaviləsi Osmanlı dövləti Krımın Rusiyanın himayəsində olmasını qəbul edir. Cənubi Buqdan Dnestr çayına dək Qaradəniz sahilləri Rusiyaya keçir. Bu müqavilədə Yassıdır. Yassı müqaviləsi. Yassı sülh müqaviləsinə əsasən Krımın Rusiyanın himayəsində qalmasını qəbul edən dövlət qəbul edir Osmanlı. Yassı sülh müqaviləsinə görə Cənubi Buqdan tutmuş Dnestr çayına qədər Qaradəniz sahillərini əldə etmiş dövlət, bu da Rusiyadır. C variantıdır. Yassı sülh müqaviləsinə görə Qaradəniz sahillərində möhkəmlənmiş dövlət, bu da Rusiyadır. Kiçik Qaynarca sülh müqaviləsinə görə gəmilərinin Bosfor və Dardanel boğazlarından sərbəst keçmək hüququnu əldə etmiş dövlət yenə də Rusiyadır. B variantı. Daha əvvəl imzalanmışdı. Yassı 1791, Rəşd 1732, Prut 1711, Türkmənçay 1828, Kiçik Qaynarca 1774. Daha əvvəl Prutdur. Poltava döyüşünün nəticəsi 1709'da olub Poltava. Şimal müharibəsində Osmanlı yoxdur, fransızlar yoxdur. Ruslar fransızları məğlubiyyətə uğratdılar, xeyr. İsveçlilər Rusları məğlub etdilər, yox. Ruslar İsveçliləri məğlub etdilər bu döyüşdə. 10 oldu Y variantı. 11. 1783-cü ildə Krım xanlığını işğal edən dövlət, Krımı 1783-cü ildə Tavirdə adıyla birləşdirən dövlət Rusiyadır. 3. 11 D variantı. Kiçik Qaynarca sülh müqaviləsinə görə Qaradənizdə üzmək hüququnu əldə etmiş dövlət, Qaradənizdə üzmək hüququnu əldə edir Rusiya. İlk dəfə ölkədə hakimiyyətin qanunverici, icra və məhkəmə hakimiyyətinə bölünməsini təsdiq etdi Amerika Konstitusiyası. 13B asan sualdır. Rusiyanı Qaradəniz dövlətinə çevirən müqavilə Kiçik Qaynarca. Rusiyanın Osmanlı dövlətində yaşayan pravoslavlar üzərində güzəşt qazandığı müqavilə, bunda yadda saxlayın. Pravoslavlar üzərində güzəştləri qazandı Rusiya Kiçik Qaynarca müqaviləsinə əsasən. Məclis qanunnaməsi və rekrut toplanması qaydası Rusiyaya aiddir. 1711-ci ildə imzalanmış Prut sülhünə görə Prut sülhü bağlanıb Rus-Osmanlı arasında. Azov qalası Ruslara verilmədi, Azov qalası Osmanlıya qaytarıldı. Bəli, 17B-dir. 17-ci əsrin ikinci yarısında Osmanlı İmperiyasında Körpülü Mehmet Paşanın gördüyü tədbirlərin nəticəsi. Osmanlı dövləti xaricdən borc almağa başladı, yox. Beşik alimliyi 16-cı əsrdə yaranıb. Fransa ilə Avstriyaya qarşı ittifaq bağladı, yox. Orada nizam-intizam möhkəmləndirdi. Bəli, orada islahatı var, hərbi islahatı. Lalə dövrü İbrahim Paşadır. 18 D-dir. 19. Osmanlı İmperiyasının tarixi ilə bağlıdır. Osmanlı İmperiyası. Səadabad paktı da deməli, Səadabad paktı artıq burada Osmanlı İmperiyası deyildi. Səadabad paktı 1737-də bağlanıb. Burada artıq Türkiyə Respublikasıdır. Ona görə yanlışdır. Osmanlıya aid deyil. Türkiyə Respublikasına aiddir. Rəşd 1732 Rus və Səfəvi arasındadır. Gülüstan Rus Qacardır. Tizit Fransa Rusdur. Yassı 1791 Osmanlı və Rus arasındadır. 19 oldu Y variantı. Yassı sülhünü imzalayan dövlətlər 1791-də. Osmanlı Rus'da əlbəttə ki. D. 1667-1686-cı illərdə Rusiya Respospolita torpaqlarını bölüşdürdü. Yox, Respospolitanın bölünməsi 3 dəfə olur. 1772, 1793, 1795. Təzminat ödəməyə məcbur oldu, yox. Kiyev öz əlində saxlayan müqaviləni imzaladı. Bəli, elə budur. C variantıdır. Kiyev öz əlində saxlayan müqaviləni bağlayır həm 67-də, həm 86-cı illərdə.
İsti dənizlərə çıxış əldə etdi, yox. Osmanlıya qarşı ittifaq yaratdı, yox. Kiçik Qaynarca və Yassı müqavilələrinə aid oxşar cəhət. Rusiya və Respospolit arasında deyil, Rus-Osmanlı arasındadır. Pyotrun dövründə deyil, 2-ci Yekaterinanın dövründədir. Rusiya tərəfindən Belarusiya torpaqlarının tamamilə işğalı yoxdur. Rusiyanın Qaradənizdə donanma saxlama hüququnun məhrum edilməsi yox qazanır. 18-ci əsrin 2-ci yarısında imzalanıb. Bəli, Kiçik Qaynarca 1774, Yassı 1791. Rusiyanın Polşa torpaqlarının bir hissəsini ələ keçirməsi və burada qüvvətlənməsi Rusiya ilə Osmanlı arasında münasibətləri kəskinləşdirdi. Polşa məsələsi. Osmanlı arasında münasibətləri kəskinləşdirdi. İngiltərə və Fransada baş verən hadisələrə Osmanlı vasitəsilə müdaxilə etmək istəyirdi. Onlar Osmanlı dövlətini inandırırdılar ki, Rusiyaya qarşı müharibə başlasa, ona kömək edəcəklər. Beləliklə, Osmanlı dövləti Rusiyaya müharibə elan etdi və bu müharibə də hansı sülhlə bitdi? Əlbəttə ki, Kiçik Qaynarca ilə bitdi. 23C. 24. Uqra görüşünün Moskva knyazlığı üçün nəticəsi, Uqra görüşündə artıq Moskva knyazlığı üçün nəticəsi olacaq ki, Qızıl Ordunun vassalasılığından çıxacaqlar 1480-ci ildə. 24D. Amerika Konstitusiyası qəbul edilən ildə, yəni 1787-də. Gəncə xanlığındakı hakimiyyətliyə son qoyuldu. Bu 1783-dür. İngiltərədə ilk parlament islahatı keçirildi 1832. Gənc Türklər İnqilabı 1889. Rusiyada Senat yaradıldı. Senat yarandı Rusiyada deməli 1711-ci ildə. Rus-Osmanlı müharibəsi başladı. Bəli, 87-də başlayır, 91-də bitir. İngiltərənin Amerikanın müstəqilliyini tanıdığı ildə 1783-cü ildə Quba xanlığı Lənkəran xanlığına tabe edildi 1785-dir. Gəncə xanlığındakı hakimiyyətli yarandı, yox, son qoyuldu. Şamaxı xanlığı ləğv oldu, yox. Şamaxı xanlığının ləğvi 1820-dir. Gavduşan döyüşü 1774-dür. Krım xanlığı Rusiya tərəfindən işğal olundu. Bəli, 1783. 26-yə 27. Krım xanlığının 18-ci əsrin 80-ci illərinə aiddir. Səbəblərə qarşı yürüşlərdə iştirak edib, bəli, səbəblərə qarşı yürüşlərdə iştirak edib bir 16-cı əsrdə, bir 17-ci əsrdə, 18-də yox. Osmanlı vassallığından azad olaraq müstəqillik qazanmışdı. Bu 1774 Kiçik Qaynarca müqaviləsinə əsasəndir. Osmanlı dövlətinin asılı vəziyyətə düşmüşdü, yox. Osmanlı dövlətinin asılı vəziyyətə düşüb 15-ci əsrdə. Niyazabad döyüşünə iştirak etməyib, müstəqilliyinə son qoyulmuş və Rusiyaya birləşmişdi. Düzdür. 1649-cu ildə Məclis qanunnaməsi ilə Rusiyada burada təhkimçilik rəsmiləşəcək, senat yarandı, yox. Mal satmaq qadağan olundu, xaricə, yox. Ləğv olmadı təhkimçilik, xalq kütlələrinin təhkim olması hüquqi şəkildə salındı, bəli. Pirkazlar ləğv oldu, yox. 28 oldu bizdə D variantı. Yenə də Məclis qanunnaməsi də təhkimçi hakimiyyət orqanları formalaşdı, elə A variantıdır. Rusiyada qəbul olmuş yenə Məclis qanunnaməsi kəndlərin torpağa təhkim olması prosesinin qarşısı alındı, yox, təhkim olundular. Ləğv olmadı, rəsmiləşdi. Bəli, rəsmiləşmə prosesi başa çatdı təhkimçiliyin. 30 olacaq C variantı. 31. 1686-cı ildə Rusiya ilə Respospolit arasında imzalanmış müqavilənin nəticəsində nə baş verəcək? Rusiya imperiya çevriləcək, yox. Bu Şimal müharibəsinin nəticəsidir. Rusiya İçli və Qaradənizdə çıxış əldə edir, bu Kiçik Qaynarcadır. Tərəflər arasında tarixi düşmənçilik başladı, yox, sona çatdı. 86-da sona çatır. Respospolita pravoslavların din azadlığını təminat verdi, doğrudur bu. Rusiya Baltik dənizindən çıxış edir Şimal müharibəsinin nəticəsində. 31D-dir. Prut və Kirmanşah müqaviləsinin oxşarlığı. Osmanlı imzalayıb, bəli, Prutu Rusiya ilə Kirmanşahı Səfəvilərlə. 2-ci Yekaterinanın hakimiyyət dövrünə aiddir. 2-ci Yekaterinanın hakimiyyət illərini yazım. 1762-də gəlib, 1796-da gedib. İlk dəfə Baltikə çıxan Pyotrdur. Rusiyada mütləq monarxiyanın formalaşmağa başlaması, bu da Pyotrun dövrüdür. Rusiyanın imperiya elan olunması Pyotrdur. Kiçik Qaynarca sülh müqaviləsinin imzalanması, Kiçik Qaynarcada Yassıdır, Krımın birləşməsidir. Bəli, bunlar hamısı 2-ci Yekaterinanın dövründədir. Azad taxılçılar 1-ci Aleksandrdır. 4-cü İvan Cənubi Qafqazı işğal etdi. Cənubi Qafqazın işğalına başlayan Aleksandr, bitirən isə 1-ci Nikolaydır. Krım xanlığını işğal edən 2-ci Yekaterinadır. Boyar müxalifətini ləğv edən, bəli, budur. Senat yaranıb Pyotrda, kollegiyalar yaranıb, kollegiyalar da yaranıb elə Pyotrun dövründə. Rusiya Qacar və Şimal müharibəsinin ümumi cəhəti. Rus Qacar və Şimal müharibəsinin ümumi cəhətini istəyir.
Rusiya məğlub olubmu? Qalib gəlib. Rusiyanın yeni ərazilər ələ keçirməsi. Əlbəttə ki, hər iki müharibənin nəticəsində Rusiya yeni əraziləri ələ keçirib. 19-un birinci yarısında baş verib Rus-Qacar müharibəsi. Baltik dənizindən çıxış əldə etmək uğrunda mübarizə şimaldadır. Respublikanın bölünməsi uğrunda mübarizə deyil. 1667-ci ildə Rusiyada senat yarandı, yox. Kəndlərin təhkimçilik asılılığının rəsmiləşməsi başa çatdırıldı. Bu məclis qanunnaməsidir. Rekrut toplanması ləğv oldu 67-də, yox. Əcnəbi tacirlərə pərakəndə mal satışı qadağan olundu, bəli. İcra edici orqan olan kollegiyalar yarandı, yox. Doğru cavab oldu D variantı 1667-də. Göstərilənlərin aid olduğu sülh müqaviləsi Şimal müharibəsi dövründə imzalanmışdı. Rusiya və Osmanlı dövlətləri arasında imzalanmışdı. Prutdur bu. 1711-ci ildə. 37 adı. 38. Pyotrun keçirdiyi hərbi islahatın nəticəsi. Rekrut qaydası ləğv edildi. Rekrut qaydası ləğv edildi, yox. Pyotrda rekrut qaydası ləğv olunmayıb. Daimi ordu yarandı. Bəli, daimi ordu yaranıb. Daha sonra zadəganlar məcbur xidmətdən azad oldu. Bu Yekaterinanın dövrüdür. Piyada qoşunlar ləğv olmadı. Vahid komandanlıq məqsədlə sinod yaradıldı. Bu nədir, nə istəyirdi bizdən? Hərbi islahat. Sinod yaradılıb əslində dini islahatda. Amma bizdən də hərbi islahat istəyirdi. Uyğunluğu müəyyən edək. Pyotrun dövründə imzalanması Peterburq, bəli, imzalanıb. Yekaterina Peterburq deyil, bu səhvdir. Səlimin dövründə imzalanıb. Səlim də yazısını imzalayıb, bəli, 1791-də. 1-3, 39 B variantı. 40, 1603 İngiltərə, 1382 Azərbaycan. İngiltərədə Stuartlar Azərbaycana Dərbəndilər hakimiyyətə gəlib. Yəni yeni sülalə gəlib hakimiyyətə. 40A. 41 Pyotrun hakimiyyət dövrünə aid deyil. Osmanlıda yaşayan pravoslavlar üzərində güzəşt qazanır. Elə bu aid deyil, çünki bu 2-ci Yekaterinanın dövründədir. Şimal müharibəsi var. Sankt-Peterburq şəhərin əsası qoyulur. Azov qalası Osmanlıya verilir. Rusiya imperiyaya çevrilir. Daha sonra Pyotrun Avropa böyük elçilik göndərməsi. Pyotrun Avropaya böyük elçilik göndərməsi olacaq 1600 deməli 97-1698-ci illərdə. 1697-1698. Şimali Amerikada İngiliz koloniyası 1607-dir. İndoneziya müsəlmanlarına yardım edir. 2-ci Səlim 1600, üzr istəyirəm, bir dəqiqə, 1569-da. İngiltərədə uzun müddətli parlament fəaliyyətə başlayır 1640-da. Baş ştatlar 1302. Daha gec olan elə A variantıdır. Daha əvvəl tez olan Prut 1711, Şimal İttifaqının yaranması 1699, İstiqlaliyyət müharibəsi 1775, Rusiya Qaradənizə üzmək hüququna qazanır 1774, Boer müxalifəti 16-cı əsrdə ləğv olur. Yəni 4-cü İvanın dövründə, elə daha əvvəl olan da budur. 43-7. 43-7 bu Opriçina siyasəti var 4-cü İvanın 1565-1572-ci illərdə. Baxın, orada Boer müxalifəti ləğv olur. 43-7. 44. Kiçik qaynarca və yassı oxşar cəhət. Pyotrda deyil, 2-ci Yekaterinadadır. Yekaterinanın hakimiyyət illərində imzalanıb. 44 oldu B variantı. 45. Prut və Niştat sülh müqaviləsinin oxşar cəhəti. Pyotr bağlayıb elə, bəli. A variantı. 1711-də Prutu, 1721-də Niştatı bağlayıb. Xəritədə rəqəmlərlə göstərilmiş ölkələrin 18-ci əsr tarixi üçün oxşar cəhət. Rusiya və Osmanlı. 18-ci əsr. Müqəddəs ittifaqa daxil olan Müqəddəs ittifaq 1684-cü ildə yaranıb, 1686-da Rusiya ora qoşulub. Biz 18-ci əsrdən danışırıq. İngiltərə sülh müqaviləsi imzalanması yox. Hərbi islahat varmı? 18-ci əsrdə Osmanlı tarixində 100% var. Elə Rusiyada da var hərbi islahat. Hərbi islahat keçirilib. Elə ortaq cəhətləri budur. Azərbaycanın şimal xanlıqlarının ələ keçirilməsi, xanlıqların ələ keçirilməsi 18-ci əsrdə. Rusiya 19-cu əsrdən başlayır Azərbaycan xanlıqlarını ələ keçirməyə. Respublikanın bölünməsində iştirak etməsi. Respublikanın bölünməsində iştirak edən də Rusiyadır. Doğru cavab oldu C variantı.
47. Verilənlər arasında hansı dövlətə aid məlumat yoxdur? 18-ci əsrin sonlarında Krımın itirilməsi ilə razılaşmışdı. Osmanlı razılaşıb. 17-ci əsrin 20-ci illərində Səfəvilər dövləti ilə müqavilə imzalanmışdı. İngiltərə əbədi dostluq müqaviləsi. 18-ci əsrin 70-ci illərində Saratoga döyüşündə qalib gəlmişdi Amerika. 18-ci əsrdə müstəmləkələr uğrunda mübarizədə Kanadanı itirmişdi Fransa. Rusiyaya aid burada məlumat yoxdur. 47-yə. 48. Xəritədə ulduzla işarələnmiş dövlətlərin 17-ci əsr tarixi. İngiltərə və Osmanlı. 17. Fransa ilə müharibə aparıbmı? Hər ikisi 17-ci əsrdə. Yox. 7 illik müharibədə iştirak edən 7 illik müharibə 1756-63-dür. 18-ci əsrdir. Şimal müharibəsində iştirak yox. Səfəvi dövləti ilə müqavilə 17-ci əsr Səfəvi dövləti ilə müqavilə 1621-də İngiltərə bağlayır. Osmanlı 17-ci əsrdə bəli 3 müqaviləsi var. Biri 1612 Sərab müqaviləsi, 1618 Mərənd müqaviləsi, 1639 isə Qəsri Şirin sülh müqaviləsi. Oldu 48-də D variantı. 1612, 1618, 1639, 17-ci əsr. Rusiya dövləti ilə mübarizənin aparılması, Rusiya dövləti ilə mübarizə Osmanlıda var. Göstərilənlər nəticəsidir. Anadoluda üsyanları yatıran, ordu və donanmanı gücləndirən, Anadoluda üsyanları yatıran Körpülü Mehmet Paşanın islahatlarına əsasəndir. 49 C variantı. 50. Kollegiyaları yaratdı. Rusiyada kilsəni dövlətə tabe etdi. Bu da Pyotrun islahatlarına əsasəndir. 50 adı. Belarusiyanın bir hissəsi Rusiyaya keçdi. Kiyev daxil olmaq Dneprin sol sahilindəki Ukrayna Rusiyaya verildi. Kiçik qaynarca deyil. Müqəddəs birliyə daxil olmanın nəticəsi deyil. Respospolita Rusiya arasında imzalanmış müqavilənin nəticəsidir. Şimal deyil, yazısı deyil. 51 bəli C variantıdır. 52. Xəritədə A və B hərfi ilə işarələnmiş dövlətlərin 17-ci əsr tarixinə aid xüsusiyyətlərin Eyler-Venn diaqramına əsasən uyğunluğu. İngiltərə və Osmanlı. 17-ci əsrdə buraya yazaq, yadımızda qalsın ki, bizə 17 lazımdır. 17. Prut müqaviləsinə görə geniş əraziləri ələ keçirdi. Bu olacaq Osmanlıda. Müqəddəs birliyə müharibə aparması, müqəddəs birliklə müharibə aparır 17-ci əsrdə. Müqəddəs birliklə mübarizə aparır. Bir dəqiqə mən nəysə səhv yazdım, bir dəqiqə. Prut müqaviləsinə görə geniş ərazilər ələ keçirdi. İngiltərə, üzr istəyirəm, Prut müqaviləsini səhv yazmışam. Çünki Prut müqaviləsi 1711-18-ci əsrdir. Ona görə mən A-nı cavablardan çıxmalıyam. Qalacaq bizdə 2 variant, A və D variantı. Müqəddəs birliklə müharibə aparıb, bəli aparıb, Osmanlı aparıb müqəddəs birliklə müharibəni. Səfəvi dövləti ilə müqavilə imzalayıb 17-ci əsrdə. Bunu ortaq cəhətə yazaq. Çünki az öncə bunun izahını verdim ki, hansı müqavilələrdir. Səfəvi dövləti ilə müqavilənin imzalanmasını dedim. Şimali Amerikada ilk koloniyanı salan İngiltərədir 1607-də. Yeni sülalə hakimiyyətə gəlir İngiltərədə Stuartlar 1603-də. 1 olsun D-yə, 2B, 3C, 52 oldu A variantı. 53. 17-ci əsrin ikinci yarısında Rusiyaya aid deyil. Yəni 1651-dən 1700-ə Rusiyaya aid deyil. Siyasi vəziyyət, iqtisadi vəziyyət. Ölkədə mütləqiyyət quruluşu hakim idimi? Hakim idi, bəli, aid olmayanı istəyir. Dövlət tərəfindən proteksionist tədbirlərin həyata keçirilməsi belə bir tədbir yoxdur. Osmanlı imperiyasına qarşı mübarizə aparmaq üçün Avropa dövlətləri danışıqlar var idi, var idi. 1B-dir. Birinci tərəf sadəcə B-dir. İqtisadi vəziyyət. Daxili ticarətdə vahid ümumi Rusiya bazarı yaranıb, bəli, formalaşıb 17-nin ikinci yarısında. Əcnəbilər tərəfindən ilk manufaktura açılıb. Müvəqqəti mükəlləfiyyətli kəndlərin yaranması, bu olacaq 19-cu əsrin ikinci yarısında. Ona görə 17-yə aid olmayacaq. 1B, 2C. 53 A variantı. 54. 16-cı əsrə aiddir. Parisdə protestantlara qarşı qətliam 1572 aiddir. 1. Sınıq körpü 1618-17-ci əsrdə. Rusiyanın Volqa boyunda yerləşən türk dövlətlərlə mübarizəsi, Qazan Həştərxan, bəli, 4-cü İvan dövründə 16-cı əsrdə mübarizə var. Krım birləşir 18-ci əsrdə. Krım Rusiya tərəfindən işğal olunur 1783-də.
54 13 55 Şimal müharibəsi dövrünə uyğun gəlir. Yəni 1700 1721. Reformasiya başlayır 1517-də. İngiltərə ilə Şotlandiyanın Birləşmiş Krallıq yaratmaq haqqında qərarı 1707-dəki olacaq. Mərən müqaviləsi 1618-də olmayacaq. Prut 1711-dir. 2 və 4 55-in cavabıdır. Rus-Osmanlı arasında imzalanmayıb. 1 imzalanıb, 2 imzalanıb. 3 aid deyil. Çünki 3 Rus Səfəvidir. 4 Rus Fransadır. Prut amma aiddir. 3 və 4-dür cavab 56-da. 57. 17-ci əsrin ikinci yarısında Rusiya tarixində baş vermişdi. Ukraynanı ələ keçirmək uğrunda mübarizə aparıbmı? Aparıb. Yeni sülalə hakimiyyətə gəlib birinci yarısında, ikinci yarısında yox, 1613-cü ildə. Şimal İttifaqının yaranması 1699-da yaranıb olacaq 3. Baltik dənizdən çıxışı əldə etdi 18-ci əsrdə Şimal müharibəsinin nəticəsində. Osmanlı İmperiyasının əsas rəqibi Avstriya olaraq qalırdı. Onların arasında qarşı durmanın əsas döyüş meydanı Macarıstan idi. 1683-cü ildə Osmanlı ordusunun ilk döyüşlərdə Avstriyalıları məğlubiyyətə uğratdı. Onları izləyib Viyananı mühasirəyə aldı. Habsburqların köməyinə Polşa və Alman knyazlarının hərbi qüvvələri çatdı. Osmanlılar məğlub oldular. Əgər Osmanlılar qələbə qazansaydılar, hansı nəticələri əldə edərdilər? Əlbəttə ki, Avropanın işğalına yol açılardı birinci növbədə 1. Avstriya ələ keçirilərdi 2. Yox, buna səbəblərlə müharibənin əlaqəsi yoxdur. Şimali Afrikaya yol açılardı. Yox, Avropaya yol açılır. Bəli, Papa nüfuzu sarsılardı. 1, 2, 5. 58, 1, 2, 5 olacaq. 59. Həm müqəddəs birlikdə, həm Şimal İttifaqında olan dövlətlər. Müqəddəs birlikdə olan dövlətləri yazın. Müqəddəs birlik. Müqəddəs birlikdə olan dövlətlər. Venesiya, daha sonra Avstriya, Malta, Respospolita və Rusiyadır. Bu müqəddəs birlikdir. Bir də var Şimal İttifaqı. Şimal İttifaqı. Burada da Danimarkadır, Saksoniyadır. Danimarka, Saksoniya, Rusiya və Respospolita. İkisində də iştirak edən dövlətlər oldu hansılar? Rusiya və Respospolita. 2 və 5. 59-un cavabı. 60. Osmanlı İmperiyasının Lalə dövrünə aiddir. Lalə dövrü 1718-1730. Prut döyüşündə Rus qoşunlarının məğlub edilməsi yox bundan əvvəldir. Qara və Mərmərə dənizlərinin xəritəsi çəkilirmi? Bəli, çəkilir. Səbəblərlə Kirmanşah müqaviləsi 32-dir bundan sonradır. Avropanın qabaqcıl ölkələrində səfirliklərin daimi fəaliyyətə başlaması səfirliklər 2-ci Mahmudun dövründədir. Bu da olmayacaq. Osmanlı qoşunların Gəncə və Təbriz şəhərlərinin ələ keçirməsi 1725 olar. 2-5. 61. 1-ci Pyotrun hakimiyyət dövrünə aid olanlar 1682-də gəlir. 1-ci Pyotr hakimiyyətə 1725-ə qədər. Böyük elçilik, bəli, böyük elçilik 1697-1698 bunun dövründədir 1. Qaradənizə çıxış əldə edirlər Yekaterina dövründə. Şimal İttifaqı yaranır, bəli, 1-3, 1699-da yaranır Şimal İttifaqı. Dekabristlər Nikolaydadır. Prutu, bəli, imzalayıb 1711-də. 1-3-5. İkinci Yekaterinanın hakimiyyəti. İkinci Yekaterinada olmuşdu hakimiyyətdə, deməli, 1762-dən 1796-ya. 1762-1796. Krımı birləşdirir. Şimal İttifaqı Pyotrdadır. Respospolita torpaqlarının Avstriya, Prusiya və Rusiya arasında bölünməsi olacaq. Baltikə çıxışı Pyotrun dövründə əldə edirlər. Şərqi Gürcistan Rusiyanın himayəsinə keçməsi 1783. 1-3-5 olacaq. 62-də 1-3-5. 63. 17-ci əsrdə Rusiyanın xarici siyasətdə əsas məqsədləri. 17-ci əsrdə Qaradəniz məsələsidir əlbəttə ki. Qacar yox. Ukrayna və Belarusiya torpaqlarının ələ keçirilməsi. Bəli. Xəzərin qərb sahilləri də deyil əsas məsələ. Xarici siyasətin əsas məqsədi Qaradəniz sahilləridir. Bir də Ukrayna, Belarusiya torpaqlarının ələ keçirilməsi. 63, 1 və 3.
64. Hadisə nəticə əlaqəsini müəyyən edək. Avropa dövlətlərinin Osmanlı əleyhinə birləşməsi müqəddəs ittifaqın yaranması. Bəli, yarandı. Müqəddəs birliklə müharibələrin aparılması Osmanlı dövlətinin geniş əraziləri itirməsi. Bəli. Napoleonun Rusiyaya hücumu Tilsit sülhünün imzalanması. Hücumu yox, mübarizənin nəticəsində, müharibənin nəticəsində Tilsit sülhü imzalanır. Səbəblərlə aparılan müharibələrdə Osmanlıların məğlub olması, Sədrəzəm İbrahim Paşanın hakimiyyətdən uzaqlaşması. Düzdür. Kiçik Qaynarca müqaviləsinin imzalanması Osmanlı dövləti Aralıq dənizdə şərqsiz ağalığını itirdi. Kiçik Qaynarca müqaviləsinin imzalanması Osmanlı dövləti Aralıqda yox, Qaradəniz sahillərində. Qaradənizdə 1, 2, 4 olacaq cavabımız. Düzgün cavab 1, 2, 4. Yenə də doğruluğu istəyir. Şimal müharibəsinin baş verməsi, Rusiyanın Baltikə çıxış əldə etməsi. Bəli, 1. Pyotrun islahatları Avropada gerilik azaldı. Bəli, Avropadan geriliyi azaltdı Pyotr. Niştat sülhü, Qaradəniz yox, Baltik dənizi. Krımın Rusiya tərəfindən işğalı yeni Rus-Osmanlı müharibəsini başladırmı? Bəli, başladır. 1, 2, 4. Rusiyanın imperiyaya çevrilməsi mütləqiyyət zəifləmir, güclənir. 1, 2, 4 olacaq cavab. 65-də. 66. Hadisə nəticə əlaqələrini müəyyən edin. 1783-cü il Paris sülhü İngiltərə-Amerikanın müstəqilliyini tanıyır. İsveç əleyhinə ittifaqın təşkil olunması, Şimal müharibəsinin başlaması. Düzdür. Şotlandiya və İngiltərə parlamentlərinin birləşmək barədə razılığı Böyük Britaniya Krallığının yaranması. Düzdür. İngiltərənin ilk dəfə respublika elan olunması 1649. İnqilab başlayır 1640. Yanlışdır. Krım Rusiya ilhaq edilir. İlk dəfə Osmanlı-Rusiya müharibəsi başlayır. Yox. Doğru cavab 1, 2, 3. Yəni Krımın Osmanlıya ilhaqından, daha doğrusu Krımın Rusiyaya ilhaqından əvvəl baş vermişdi Rus-Osmanlı müharibəsi. Bunun nəticəsi deyil. 1, 2, 3 oldu 66. 67. Moxac döyüşünün baş verməsi, Osmanlının məğlub olması yox, qalib gəlir. Sultan II. Səlimin fəthlər həyata keçirməsi, Osmanlıların Kipr adasını ələ keçirməsi. Bəli. Prut çay sahilində sazişin imzalanması, Ruslar Azov qalasına sahib olması, Rus sahib olmur, Osmanlı sahib olur. Müstəmləkələr uğrunda mübarizədə Fransa ordusunun məğlub olması, İngiltərə Şimali Amerikada müstəmləkəni ələ keçirdi. Düzdür. 2 və 4, 67-də. 68. 1686-cı ildə müqavilə imzalanır. Pravoslavların dini azadlığına təminat verilir. Verilir, bəli. Bir düzdür. Napoleon Berlini tutması, müqəddəs Roma imperiyası yaranmır. Müqəddəs Roma imperiyasının varlığına son qoyur. Yaranması 962-ci ildədir. Kiçik Qaynarca müqaviləsinin imzalanması Krımın Rusiya tərəfindən işğalına şərait yarandı. Bəli, şərait yarandı. 1, 3 olacaq bizdə 68-də. Digərinə də baxın. Osmanlılar əleyhinə müqəddəs birliyin təşkil olunması Bizans imperiyası bərpa edildi. Yox, qəti. 1 və 3 cavab. 69. Osmanlı Sultanı 1. Mahmud. Qiyamçı yeniçərilərin müqavimətini qırırmı? Bəli, qırır. İstanbulda kağız istehsal edən ilk müəssisənin yaranması yaradır. Yeniçərilərə 3 aydan bir əlavə maaşların verilməsini qadağan edən Səlimdir. 3-cü Səlim. Mərkəzi idarəetmə orqanlarında Avropa nümunəsinin nazirlikləri yaradır 2. Mahmud. Nadirlə müqaviləsi var amma. 1, 2, 5. Oldu 69-un cavabı. Osmanlı imperiyasına qarşı yaranmış müqəddəs birliyə daxil olan dövlətlər. Əlbəttə ki, Osmanlıya qarşıdır. Osmanlıya çıxaq. Fransa yoxdur. Maltadır. Maltanın yerini yadda saxlayın. 1. 1'dir Malta. Daha sonra 3 olacaq. 1, 3 və 4. Rusiya. 1, 3, 4. Oldu bizim doğru cavabımız. Yenə də vurğulayıram. Maltanın yerini yadda saxlayın ki, Siciliya adasının aşağısında yerləşir. Müqəddəs birliyi bir də xatırlayırıq. Deməli, burada Venesiya iştirak edib müqəddəs birlikdə. Avstriya iştirak edib. Venesiya, Avstriya, Malta, Espaspolita və Rusiyadır. 3 oldu, 4 oldu, 1 oldu. 71. 1. Pyotr, 2. Yekaterinanın hakimiyyət dövrləri üçün oxşar cəhətlər. Pyotr Yekaterina Qaradəniz sahillərini çıxış əldə etmək məqsədi ilə Osmanlı İmperiyasının müharibənin aparılması. Müharibə aparıbmı? Hər ikisi aparıb, bəli.
Zadəganların imtiyazlı təbəqəyə çevrilməsi rəsmiləşir. Ekaterinadadır bu. Respospolita İttifaq quran Pyotrdur. Azərbaycan torpaqlarının hərbi yürüşlərin təşkil olması ikisində də var. Mütləq monarxiya quruluşu möhkəmlənir, ikisində də var bu. 1, 4, 5, 71-də. 72. 17-ci əsrin ikinci yarısında Rusiya işğal etdiyi Ukrayna torpaqlarını əldə saxlayır. Bəli. İlk dəfə Qaradəniz sahillərinə yiyələnir, bu 18-ci əsrdir. Baltik dəniz sahillərinə çıxış 18-ci əsrdir. Sibirə təşkil etdiyi yürüşlər nəticəsində Sakit Okeana dək torpaqları ələ keçirir. Bəli, 1-4. Respospolita dövlətinin bölüşməsində iştirak edir. Bu 18-ci əsrdə. 72 olacaq bizdə. 72 1 və 4. Hə, çox üzr istəyirəm. Burada baxıram ki, 3-də elə bildim yazıb ki, Baltik dəniz sahillərinin çıxışı əldə edir. Əldə edə bilmədi yazıbsa, bilmədini də götürməliyik. Çünki edə bilmədi axı 17-ci əsr 18-də qazanır bu hüququ. Baltik dəniz sahillərinin çıxışı əldə edir. Şimal müharibəsinin nəticəsində 1 olacaq, 3 olacaq, bir də 4. 1, 3, 4. Respospolita 18-ci əsrdir. Qaradəniz 18-ci əsrdir. 72, 1, 3, 4. 73. 1791 yazısı, 1774 Qaynarca, 1721 Nişdad, 3, 2, 1. Cavab 73-də. 74. Kiçik Qaynarca, 1774. Sultan 3. Səlimin islahatlara başlaması, 3. Səlimin islahatlara başlaması bu da 18-ci əsrdir. Şimal müharibəsinin başlaması bu da elə 1700-cü ildə 18-ci əsrdir. Deməli, 3-cü Səlim 1789-da gəlirdi hakimiyyətə. 1789-da gəlir. İndi baxırıq xronoloji ardıcıllığa. Burada olacaq birinci növbədə 3, 1, sonra 2. Çünki Səlimin hakimiyyətə gəliş 89-da. 3, 1, 2, 74-də. Rusiya tərəfindən Türk dövlətlərinin işğal edilməsi ardıcıllığı. Krım Həştərxan, yox Qazan Həştərxandır. Əvvəl olacaq 3, sonra olacaq Krım 1783-dür. 3, 1. Naxçıvan ən son İrəvandır. 3, 1, 4, 2. 75-də. 3, 1, 4, 2. Kiçik Qaynarca 1774. Şimal müharibəsi başlayır 1700. Avropanı Asiya ilə birləşdirən şəhərin Osmanlının əlinə keçməsi 1453. Bolqaristan Osmanlı qoşunları tərəfindən fəthi 1396. Cavab olacaq 76-da nə? 4, 3, 2, 1. Belə gedəcək xronoloji ardıcıllıq. 4, 3, 2 və 1. Xronoloji ardıcıllıq. Yazısı 1791. Şimal müharibəsi bitir 1721. Həmədan döyüşündə Təmasib 1535-də qalib gəlir. Pyotrun elçiliyi 1697-1698. Burada cavab olacaq 3, 4, 2, 1. 77, 3, 4, 2, 1. 78. Osmanlıya aid Bursanın fəthi 1326. Qaynarca 1774. Ədirnə 1362. Napoleonun Misrə hücumu 1798. 1, 3, 2 və 4. 78-də. 79. Krımın işğalı 1783 Rusiya tərəfindən. İmperiya adlanır dövlət 1721. Şimal müharibəsi 1700. Prut 1711. Deməli 3, 4, 2, 1. 3, 4, 2, 1. Səbəbi Şah Sultan Hüseynin Rusiya ilə müqaviləsi İsfahan müqaviləsi 1717. Poltava 1709. Cromwellin protektorluğunun qurulması 1653. Şimal müharibəsi 1700. Olacaq 3, 4, 2 və 1. 3, 4, 2, 1, 80-də. Nişdad, Kiçik Qaynarca müqaviləsi. Rus ticarət gəmilərinə Bosfor Dardanel boğazlarına sərbəst keçmək hüququnun verilməsi.
Bu qaynarcadadır. Azov qalasının Osmanlı dövlətinə qaytarılması bu Prutdur. Şimal müharibəsinin nəticəsində imzalanan Neştatdır. Krım Rusiyaya birləşir. Krımın Rusiyaya birləşdirilməsi 1783-dür və bu təsdiq olunur Yassı müqaviləsində. Rusiya İmperatoru 1. Pyotrla Osmanlı dövləti arasında imzalanması, Pyotrla Osmanlı dövləti arasında imzalanan nə Neştatdır, nə kiçik qaynarcadır, heç biri. Neştat İsveç və Rus arasında imzalanıb. Kiçik qaynarca Ruslarla Osmanlıdır, amma burada Ruslardan 2. Yekaterinadır. Pyotr deyil. Ona görə olacaq 1C, 2A. 1667 müqaviləsi, Neştat müqaviləsi, Yassı. Rusiya Qaradəniz sahillərini qəti olaraq möhkəmlənir. Qəti söhbəti buradadır, Yassıdadır. 3 oldu A. Rusiya Baltikə çıxışı əldə edir Neştatda. Sol sahil Ukraynasının Rusiya birləşdirilməsi təsdiq olunacaq. Sol sahil Ukraynasının Rusiya təsdiq olunması 67. Yekaterina dövründə imzalanan, Yekaterina bunlardan Yassını imzalayır. İlk dəfə olaraq Rus gəmilərinə Qaradənizdə üzmək hüququ veriləcək. Bu Yassı, daha doğrusu bu kiçik qaynarcadadır. Ona görə 82-də 1 olacaq C, 2 B, 3 A, D. 83. 1 İngiltərədir, 3 Rusiyadır, 2 Osmanlıdır. Şimal İttifaqının yaradılmasına nail olan 3 olacaq A. Səbəbi dövlət ilə əbədi dostluğu bağlayır İngiltərə. İlk sənaye dövlətinə çevrilir, düzdür, İngiltərədə, amma bu 17 deyil, 18-ci əsrdədir. Şimali Amerikada ilk koloniyanı yaradır İngiltərə 1607. Mərəndi bağlayır 1618-də Osmanlı. 1 oldu BD, 2 Y, 3 də A. 3 də olacaq A. Bir də bunu yenidən yazım. Deməli 1 oldu BD, 2 oldu Y, 3 oldu A. 84. Uyğunluğu müəyyən edin. Rus və Osmanlı. Əsir yoxdur. Əsir yoxdursa təhlükədə yoxdur. Ən əsas məsələ burada əsrin verilməsidir sualda. Baltik dənizindən çıxış əldə etmək üçün İsveçrələ müharibə aparan Rusdur əlbəttə ki. Krım müharibəsində məğlubiyyətə uğrayan Rusdur. 17-ci əsrin 80-ci illərində Krım xanlığını işğal edir. Krım xanlığını 17 yox, 18-in 80-ci illərində Rusiya işğal edir. 16-cı əsrin 40-cı illərində İspan donanması üzərinə qələbə qazanan bu Süleymandır Osmanlıdan. Prut yürüşündə qələbə qazananda elə Osmanlıda 1 AB olacaq, 2 isə DY. Və nəhayət sonuncu suala gəlib çatdıq. Şimal müharibəsi dövründədir əsas məsələ. 1700 və 1721. Burada bizə şərt verib kör-körənə cavabları yaza bilmərik. Şimal müharibəsi dövrünə aid olmalıdır. Rusiyanın daxili siyasəti və xarici siyasəti. 1 və 2 yazıram. Sankt-Peterburq şəhəri paytaxta çevrilib, bu dövrdə bəli çevrilib. 1 olacaq A. 1 olacaq A. Prut yürüşünün məğlubiyyətlə nəticələnməsi, bəli, məğlubiyyətlə nəticələnib, xarici siyasətdədir bu. Ümumi əskəri mükəlləfiyyətin tətbiq olunması, bu 19-cu əsrdir, Aleksandrdadır bu, 2-ci Aleksandrda. Çıxaq. İsfahanda səbəblərlə Rus tacirlərinin mənafeyinə uyğun müqavilənin imzalanması, bu 1717 İsfahan müqaviləsidir, düşür Şimal müharibəsinə, xarici siyasətdir. Çar hökumətinin İngilis tacirlərinin Volqa-Xəzər yolundan istifadəsinə son qoyması bu 16-cı əsrdədir. Şimal müharibəsi 18-ci əsrdir. Doğru cavab oldu birinci tərəfdə A, ikinci tərəfdə B və